oyaq qala bilmirsən? Bizon Ice Coffee ilə yuxusuzluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı başladı. Necədir həyatım? Əladır, əla. Nuş olsun sənə. Mən sənə bir söz deyim. Mənim ağız dadım səndən bir də anamın pişirdiyi yeməklərlə formalaşırdı. Yəni sən baya düşmən, sənin əl dadında ayrıcıldı. Anamda da bir başqası. Anam bir küftə pişirirdi, bir küftə pişirirdi. Yox, mamam küftə pişirmirdi, yox. Bir də küftə pişirdi, onda qanqarasıq düşdürdüm. Mamam elə bir kəlamın olmasını pişirirdi, vələ. Onu kəlamın ətər pükülsə, kəlam açılırdı, o əti biraz küftə kimi qalırdı. Ya, onu zülüm çəkdi ya. Amma kartuşka qızartmağı başqaydı. Hə, necə qızardırdı? Arvadın əli elə bir möcüzədir. Doğruyurdu, qoydu şarolika, qazın üstünə qızartma kartuşka. Açırdıq, biri kartuşka çıxardı. Elə bir zülümdən mən bir uşaqla ki. Mən indi başa düşürəm ki, mənim elə ağız dadım sən yeməklərindən formalaşırdı. Əlin baldı, dilini də bal eləsən, məndən xoşbaxtdır. Bəlkə də o bişirin başımı buraxaram. Hansın başını buraxarsan? Bacım kirim, başımı buraxaram, bir qıraqdan bir ev alaram, yaşayaram, nəsə çəkinim, bir çəkdim. Fotosesiyanın nə oldu ki, atıb çıxartmadılar. Gətirmişəm. Baxmamısan? Yox, elə baxmamışım. Dedim bir yerdə baxaq da. Yerdə baxmarıq da. Ay Sadiq, nə oldu sənə? Nə bil burada. Nə olub, toka veriblər bir sənə? Elə bil effekti çox sarı düşürsən qabı şəhərlərdə. Bu nədir belə Sadiq? Bu nə da? Mən səndən soruşam, bu nədir belə Sadiq? Yeməmisi yaz, adam törəvsə. Bizim qonşu sarı baş qız deyil. Bilmirəm, bir yemək yer, küçük yemək, imkan bir Ay, yeməyi yersən də sonra deyirəm, bu nədir sənə? Yeməmi zəhər eləməsə, xahiş edirəm da. Sadiq! Belə qışqırırsan deyirəm, həyatcanları, bunları qoca saviyə çıxım, ayda, bu nə də, başıma gəldi. Hara gedir bu? Yaxşı gəldi. Bəri gəl. Nədir bunlar? Ha? Nədir bu Sadiq? Mən sadəm qara saç, sənə qaraş bu. Bu xoşuma gəlmədi, saçın qaraltma. Məni cıdatına mindirmə yenə. Cavab ver, bu nədir? Yaxşı bax. Nə işin var bu qonşu qızla? Yox, bu qonşu qızdan da bu sənsən. Yox, bu mənəm. Bu sən hardasan bu şəkildə? Mən hardayam? Mən də o soruşuram. Mən bu şəkildə hardayam? Mən də yaxam şəkildə. Zəhmət olmuşa açıqlama ver. Bu şəkil nədir? Ay bala, bu uşaq almətdir, özür öldürürüm. Bu uşaq almətlə böyüməsi. Sadiq! Sadiq! O kim idi? O sənin səsini də eko verirdi kəndə həm. Hayata hardasan, məni niyə tən qoyub getdin, hayata mən indi lazımsan. Yoxluğu, köynəyinin ətirindən alıram. Hayata qadan alın. Mənə varın devlətini qoymadın, bir köynəyi qoydun. O köynəyi də qoxulur. Hayata kadar alıp gel beni kurtar bu beladan. Atam atam garip atam sen yoksun yanımda kime dert yanam garip atam.
atam, atam, atam. Şeri şeri leyli. Karıştırma, şey sevdiğim aynı. Karıştırma. Ay canım. Ne olursa. Ay çemberde atamın köyneyle dert taşıram da bu. Atanın köyneği. İğne. İğne bunun kolunun altına. Atın köyneği. Bu Fazil'indi. İyiymiş köyneğin çirlicisi. Oh. Fazla köyneydi o. Ay yarım saatte ben de buna. Ha o köyneğin içinde öyle bir it ölü be. Ya bir onu temizdir dan. Onu ne biteceğiz? O ne kokudun önce sen onu ne turudun. Neyse neyme lazım. Ne olur? Hiç sakın bacım. Atam yazmadı şu atamdan dertten. Öyleyse atam bacım bırakın gelen. Ben hep biraz problemlerim. Daya başı kurban. Öz problemin bak buradandı. Buradan yok. Ah buradan. Denen ne olup başı bir soruş daha başından. Oğluna ne olur vay bacı? Sen problemin Ne, zaten oğlum. daha yüreği hissettiğine daha yüreği. mi? Ben daha kaç çok da hissediyor. Ha, denem. Vefadarın telefonu elinden düşüp sınır. Şimdi ben anası ölmüş görüntülü danışabilmem. Ben anaya... Çok kışı gördün ha. Sen o uşağın adını, atamın adını koydun. Bir şey de diyebilirim ama o atamın adına göre bir şey de olmuyor. Vefadarın problemini ben halleleyeceğim. Başına Onu da ha, bana ha. Ya başın ölmüyor. Ben de görüm ne olur. Ben bu dakika iki balan başımı bırakıp vefadarla elləşirəm. Ha, şey yok. Benim başıma ne geldi? Ne olur başına. Ben fikirləşdim ki, daha bir fotosesi gelim. Ben de insanım. Ailemle fotosesi ama fikirləşdim ki, başta birinci bacımla Başım fotosesi. olur. Boşumun konusu, boşum ile böyle başta bacımla fotosesi gelim. Ayakta da iki tane arvadımla fotosesi gelim. Neyse, ve çevir. O başım bıraktım. Öyle bir ayaktaşlarla fotosesi. Ne ki danıştın ya, patladı mı? O tarafa gelen gibi sönürsen ay bacım. Arvadlarımla fotosesi elədim də ayrı-ayrılıqda. Hansısa qəlbi qara, içi xəşənət dolu. Onun şəklini aparıb ona verib. Bunun şəklini bura mənim yuvalarımı ikisində dağıdıraq, ay bacı. Onun əli qurusun, görüm o adam heç xeyir görməsin. Sabah olar. Daya. Fazil belə şey eləməz. Fazil nə dəxli? Fazil çünkü öz eliyle apardı verdi. Birini ona, birini buna. Fazil işsiz güçsüz olsa da ama bakma da savadlı adamdı. 2 diplomu var. Fazil. Fazilin diplomunu gözümə saxlayıb. Fazil veribdi. Amma səhv eləməyib. Fazil versə o qəsdən eləyib. Onun qəlbi qaradır. Onun diplomları o gözdə girsin. Hardadır? Şkafın başında orada olacak. Şey şkafın başına qaldırmışlar. Da sporunuz ki. Şkafın başında kişi değil, diplomlardır. Diplomları ne? Nire ma Fazil'la o köynəni saxla. Niye, ne olur? Fazilin qanını köynəyi bizə lazım olacaq. Məclisdə rəs olsun da o arvadlarına ağlaşmasın. Ay Sadık, mama kurban. Qurtardık. Başı kurban. Qurtardık. Uy. Hey! Ay Sadık, Sadık. Karşına... Dedi bəs vəfadarın məsələsini həll eləyəcəm. Nətər o? Görən Sadık alacaq mı başsızsın? Vəfadara bir dənə telefon alabiləcək mi? Fazil qaçma, bura gəl. Bura gəl deyirəm, qaçma. Bura gəl ha. Qaçma. Bura gəl. Fazil! Hə? Saçını çıxarmasaydı vurur değil mi bu? Nə oldu? Ha Fazil, mənim sizə nə pisliyim ki, vay qardaş. Qa deyirsiniz, qaz oluram. Qu deyirsiniz, ördək oluram. Stolunuzun bazarlığıyam, oğlumun təhsil haqqıyam, ay bala. Nə pisliyim ki, sizə. Niyə mənim ailələrimi dağıdırsan? Niyə şəkillər aparıb səhv verirsən, ha? Niyə belliysən? Bacım vəfa nətər verib, mən də aparıb elə vermişəm. İndi də qaldı mənim üstümdə. Nə danışırsan, Bir dəqiqə dayan. Ay, bacım mənim deyil. Bacım elə düz elib, əcəb elib. Və sən aparıb verəndə başqa vaxt burnunu hər şeyə soksan. Niyə açıq şəkilə bir dənə baxmırdın ki? Baxmırdın. Bu kimin şəkilidir? Ay, mənim 2 dənə diplomum var. Mən alçaqlıq elib, niyə cəmaatın ailəvi şəklinə baxım? Niyə baxım? O qədər yüksək adamsan ki, alçala bilmirsən. Ha, elə görüm. Elə belə də bir maraq çünki bu belə bir hansı ailəsidir Sadiqin? Bu hansı ailə? Belə niyə baxmırdın ki? Mənə maraqlı deyil. Mənim mənliyim var, mənim qürurum var, mənim şəxsiyyətim var. Bax onu düz deyir, vardı.
Mən demirəm ki, yoxdur. Bu mənliyi, qüruru, şəxsiyyəti təzə-təzə kitablardan öyrənmiş adamdır. Bu nə bilirdi ondan nə? 2 dənə də diplomum var. Vardı, şkafın üstündədir Sadiq. Bu belə deyəndə, beynimin qapağı atırdı Fazil, sənin o 2 dənə diplomunu şkaf üstündən götürəcəyəm. Başın qurban elə. Tumbuşkanı açıb qoyacam tumbuşkanın gözünə. Olmaz. Bacıma görə ha. Yoxsa mən o 2 diplomdan elə şoy göstərərdim ki. Aynen rıldınız ha. Yaxşı, Sadiq. Sana sonra danışacağım. Başın gedib ha deyəsə. Kitabını oxu. 2 diplomum var. Çox gözümüzə. Dayan görüm ha. Ay qonşu, bu bir yavrum oldu. Ay qonşu bağışla. Sən can bağışla ay qonşu. Dayan görək. Hə? Ay harı yandıram. Uğuru görsən öldürəcək. Ha dayan. Ay Allah. Ay qonşu. Səndən duyulanma. Uğur. Ürəyim qırıldı. Elə bildim qonşularda kimsə məni hamamdan çıxan gördü xalatda. Sərsəmiş. Az buna bit fasonda. Sən heç mən belə görməmişəm. Sən hara çıxıbsan abi? İstəmə Uğurum. Sənə qurbanım baş ödüm. İndi hər şey baş salacağım sənə. Oturmuşdum evdə, televizora baxırdım. Birdən canıma bir qaşınma gəldi, bir qaşınma gəldi. Gəl görəsən. Fikrimi çatdıra bilirəm sənə Uğurum. Qısa elə. Dedim gelim cibim. Elə girdim hamama, əlimi atdım belə koftamı çıxar. Fikrimi çatdıra bilirəm sənə. Xulasa. Xülasə, açdım duşu, girdim hamama. Su başladı başımdan belə tökülməyə, tabanlarıma qədər. Əlimi atdım belə şampunu götürüb, şampun yox. Nə şampun var, nə barzam, nə saban, nə maçalqı, nə kisə. Heç ayaqdaşı da yoxdur. Fikrimi çatdıra bilirəm sənə. Müxtəsər. Müxtəsəri, çıxdım hamamı da başımı ıslatmışam da. Dedim başımı fenliyim. Buna bax, fen işləmir. Fikrimi çatdıra bildim sənə. Dayan görüm. Bu fen niyə işləmir ha? Nə bilim. Özdə təzə almışam, bizə də mən işlətmişəm. Özüm də hamıya tərifləyirəm, kətdə bu feni. Bilmirəm Uğurum. Bizim aləmiz kimin it nəfsinə, pis gözünə, bəd nəzərinə gəlib, mən bilmirəm. İndi deyirəm ki, evin kişisi sənsən. Sən necə məsləhət gördün, necə əmr elədin, elə də olacaq. İstəyirəm ki, qonşuların birində çimim də, kirimi töküm. Nə məsləhət görürsən? Yaxşı. Sən belə elə, bu feni mən düzəltdirəcəm. Sən getçim, amma elə evdə çim ki, orada kişi olmasın ha. Həm gedən yerim haradır, ya Doğu gildə çiməcəm, ya Sevgi gildə. İcazə. Tamam, getdin, çat, beqbom. Bura bax. Münasib olsa, deyərsən mən də gəlib orada çimərəm. Yaman qaşınıram. Bu fenə nə oldu ha? Kimin nəfsi keçdi? O da deyir ki, özüm verəcəm şotu. Belə ciyarlı oğlanlar olur da. Mənim özüm də çox şotlar vermişəm. Tələfxaş olmuşam ev vaxtında. Çatdıq şükür ha. Sağ ol. Sağ ol da bura giderim ha. Sağ ol nədir? Kim atı kim verəcəm? Mən sağ ola istəyir ha. Qardaş, nə kim ola? Bayaqlar maşını yanında saxla. Ola sağ ol ha. Düzün əyləş. Bəli. Əyləşəndən sonra dedin ki, ehtiyacı olanlara əl tutmaq lazım. Vicdanlı olmaq lazım. İnsanlıq ölməyir. Bəli. Vicdanlı olmaq lazım. Bəli. Nə oldu bəs? Sən burub xodduyum. Mən deyirəm ki, vicdanlı olmaq lazım. Sağa deyirəm də. Maşına demirdim ki, deyirəm vicdanlı olmaq. Ehtiyacı olanlara əl tutmaq lazım da. Ehtiyaclı adamam. Görmürsən, mən maşını kardan dağılır, sonra nə dedin dağılır? Perodoku dağılır. Perodoku dağılır. Perodokun dağılır. Mən görmürsən, maşını təlyə gətirmişim. Mən də sənə görə maşını nə dağılır? 2 manatı çıxart verir, hə? Yəni, kənddə fit salıram, səni burada teyləyərlər. 5 ver, mən sənə qaytarım da. 5 sonra verəlim, sağ ol. Xətirqə dədisə qardaş, mən sənə həmişə köməlik eləyə bilərəm. Maşını mağaz edirib saxlayırlar, klient. Bacılar, ay bacılar, sizə qurban bacılar. Qıza həm də oğlana gərəkdir yaxşı bacı. Bir şey sorudu, boş kondurum. Nə daymalı? Kassada nə qədər pul var, hamısını ver. Arendan pulunu verməliyəm. Hamısını? Hamısını ver. Buyur.
Hə, kağız pullar ver. Qəpiylə mən arenda ödəyirəm. Kağız pul nə gəzir ay müəllim? Hamısını yığdım, yığışdırdım, kassada nə var? Verdim arendaya getdi. Hə, gecə yatmamışam ki, səhər arendanın vaxtı sənin qadan qalıb. Gəl burada da burada yığışdır da. Sənin qadan qalıb, çox yaxşı. Allah, tez bunları da yığışdır, al verirlər, axşam biraz mənə pul lazım. Gəl. Obyektin yiyəsi yığmışdı. Dedi ki, arendanı götürməyə gələcəm müəllim. O nətər edək? Mağazanın arendasını. Demirsən mənə, biraz bundan əvvəl arendanın pulunu verdim başına tənə. Ay müəllim, elə bir şey qəribə adam olmusan, Maşın götürmüşəm özümə arendaya. Səhər-səhər mən işə gələndə, vaxtında gəlib satmış, sən əsəbləşməyəsən, stres çəkməyəsən və sənə görə eləyirəm də özümə maşını niyə götürmüşəm arendaya? Sən mağazanın alverinindən götürmüsən, arendanı verməmsən, ev özünə maşın götürmüsən, düzdürmü arenda? Buranın arendasını versim, onu verəm mənə, bax ona görə maşının arendasını verdim birinci. Sən təqdirləm nə işdir? Sən boşuna dönüm. Apar maşını qaytar, gətir mağazanın arendasını ödə, başa düşdün. Elə şey olar, ay müəllim. Maşını apardım, qaytardım mən. Mən axşam evə nə ilə gedim? Piyada gedim. Haya sağ kim deyir axşam evə piyada gedəsən? Ay sən evə geniş bir maşında uzanacaqsan, sistem buradan belə su aparatına özəl oksigenlər veriləcək. Sən axşam evə təcili tibbi yardım maşını gidirsən. Narahat olma, narahat olma. Təcili tibbi yardım skoru. Bəli. Yaxşıdır, ya. Onda səhərinə ilə gələcəm işə mən. Ay oğuz, hakim deyir ki, sən sabah işə gələcəksən. Məntiqini işlətdə, bu qol sınığıdır, qıça qırığıdır, nə bilim, çatdı, zaddır. Bunlar 3-4 aya düzəlir, tədbir günə düzəlir. Sən özün təhqirlə, söyüşlə böyümüş uşaqsan qadınam. Yığış bir bir işlətlərə qadın. Lapatka harda? Lapatka? Göz tapacam. Sən bir dənə 100 yığ, təcil yardım yığ. 100-sün nömrəsi neçədir? Təcil yardım. O nədir? Yox, rəqəmlə olmalıdır. Ötür olmalıdır. 100-sün nömrə. Belə yadına salamaya, bir dənə lapatka qoyacam, düzələcək bir yadaş. Əcəbdir. Əcəbdir bu. Götür. Çox sağ ol, ay bacı. İnanırsan, bu qədər başımı şampunla yuyuram. Sənin şampunun kimi mənim başıma düşən yoxdur. Bir də ki, qulaq, yaxşı yadıma düşdü. Sizdə hamamda vəziyyət necədir? Mətbəxdə suyu açanda hamamda su soğumur ki. Yox, narahat olma. Kofeviç girib içməlisən. Nə olub o? Narahat olma. Qızılgül borclu qalmağı sevmir. Sənin bu yaxşılığın altından çıxacağım. Ürəyinlə istiralım sənə. Heç nə istəmirəm, kefim yoxdur. Evdə problemlər var. Heç nə də gözümə görünmür ha. Nə olub ay qız, ürəyində saxlama, danış mənə. Nəysə. Ağzın bütüydü ya. Yox, danışma. Bu dəqiqə kofimi içib, sən kofidə falva baxacam deyəm. Bekarçadan hər şeylə məşğulsan ha. Baxa bilsən doğrudan ha. Dəlisən ay qız. Camaat yalvar. Ha, bax görürəm. Əla deyim. Deyəm. Can bacı, buna baxı. Nə oldu? Görsədir də kofi deyir ki, evində problemin var. Heç nə də gözünə görsənmir. O elə bir bayaq dedim də mən. Başqa nə görsən, onu dinə görünmür. Başqa? 2 dənə xət görürəm. Hamiləsən hə? Az yox, daha işim yüzüm tutarmışdı. Onda bu 2 dənə şey işarədir. 1. Ya yoldaşın 2 işi var, ya da 2 ailəsi. Nə? Ha? Yoldaşın hündürboy, yaraşıqlı, enli kürəkdən. Hələ artıq deyə, o nədir ki elə? Görürəm də, baba. Doldurub ağacına sarı kişmişi, yeyə gedir. Sarı kişmiş xoşlayır yoldaşın? Yox, mənim yoldaşımın orqanizmində sarı kişmiş zat düşmür ki, ancaq qara kişmiş xoşlayır. Nə bilim. Mənə bax, baxmışkən bir dənə sənin şəkil gətir, bax gör nə görürsən. Yoldaşın şəkil. Az gətir də. Gözdə gör. Gör neçə vaxtdır mən onun intizarı ilə yaşayıram. Deyən görürəm. Az sarı gül. Vəfa, pasportda qızıl güləmi? Burada nə edirsən sən? Yenə? Yox, nə, bir dəfə şey deyə, hamamda suyumuz yoxdur ki. Su gəlmir də. Evdə su yoxdur dedim, gəlin burada kerimi töküm. Üzündə su yox, hamamda su yox. Az yoxdur da, kirini gərək elə burada tökəsən. Dur, marş. Şey deyil, çox sağ ol. Vəfa, nə olub yenə baldızlığın tutub sənin?
Tutacaq da, baldızlıqda da. Baldızlığım da tutacaq, qaynanalığım da. Az hamı eləyib sənin özünü də tutacağım. Dayan hələ, harasıdır. Eşidir. Sən, mən o laydı var, yaraşıqlı, profildən baxanda Kıvanca oxşayan qardaşımı nə də öldürmək istəyirsən, o nə daha demirsən ki, qardaşıma bu şəkildə... Ay qız, mənim həyat yoldaşım ölür də kartof qızartması üçün. Təsadüfə bax, mənim də həyat yoldaşım ölür kartoşka qızartması üçün. Doğrudan, hələ bayaq mənə zəng gelib döndü tapşırıb ki, patronun organik kimyəvi qatqısız soyuq sıxımla hazırlanmış günə baxan yağında yemək hazırla, uça-uça gəlirəm. Elə mənimki də evə gəlməmişdən qabaq deyir ki, ay Sevgi, bax bu patronun günə baxan yağından istifadə elədiyin yeməyi bişir, gəlib onu iştahla yeyim. Bilirsən də, kişilərin ürəyinə gedən yol mədəsinə keçir. Ona görə də gələk keyfiyyətli yağla yemək hazırlayasan. Hə, bu patronun günə baxan yağı varsa, onların ürəyinə gedən yol tapmaq çox asandır. Nə yaxşı patron günə baxan yağlar var hə. İkisi də patronla danışdı. Mən yada düşmədim. At. 2-1. Bu nə də? Bütün kefim bozuldu. Bu gün mənim heç gətirmir. Ha. Oyuncusu mənəm bunun. 6 qoşa, 1-2. Bu 3. Bu da Mars. Nətənsən? Mən niyə sənə uduzuram? İkinci, güc bizdədir. Mən də elə bilirəm udursan deyə keyfin kökdür. Sən demə bizon deyə sənin üzümü güldürə. Bundan sonra mən bizonsuz səndən nerede oynamaram? Oynayaq. Aç, iç, birində oynayaq. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı reklamlardan sonra davam eder. Yorulmayasan. Sağ ol Uğur kişi. Fazil. Bəli. Kənddə soruşdum bu feni kim düzəldə bilər, hamı sənin adını dedi. Belə qabiliyyətin var, niyə demirsən? Nə bilim, 2 diplomlu adamam da güya bilmirsən. Hə? Bura bax, bu feni düzəldə bilərsən? Uğur kişi, uşağın Türkiyədə telefonu sınıb. Nə şəkil çəkə bilir, nə görüntülü yığa bilir. İnan elə fikirliyəm, işləyib pul yığmalıyam. Hə. Bu da işdir də. Sən bunu düzəlt, narahat olma. Belə də ki, uşağı çox qudurdusunuz. Zəhmət çəksin, özü həll eləsin. Düz deyirsən, amma indiki uşaqlar elədir ki, nə desələr gərək eləyəsən də. Mən də cavanlıqda o vaxtı uzaq Adriatik sahillərində. Harda? Uzaq sahillərdə. Orada yaşayırdım. Deməli, telefon zad yox idi. Əllə rəsm çəkirdik. Özdə məndə də qabiliyyət güclüdür, axı sən bilirsən. Hamı dirəşib ki, gəl mənim portretimi çək, çəkirəm bir ucdan. Bir dənə də general var idi, Şulz. Bir gün o mənə dedi ki, gəl mənim şəklimi çək. Nəysə, şəklini çəkdim, göstərdim. Dedim, bax. Baxdı, sən də dedin ki, bilmirəm o üzündəki qəddarlığı verə bilmişəm ya yox. Sən də oradaydın. Veselin. Nə Veselin? Kinosuna baxmışam uzaq sahillərdə. Veselin. Şeydir, bura bax. Düzəldə biləcəksən bu filmi. Qoy elə düzəldərəm, gəlib apararsan. Yaxşı oldu, getdim. Sən də yaxşı samovar qalamağın var ha. Gələcəm. Bundan xeyir gəlməz. Mən samovardan aralı durun. Seva, bu ağacdan süpürgə cəhdin bacı qurban olsun sənə.
hamamda qapının ağzına qoyacam. Mən səni çağıranda bacımsan. Bir dənə bu süpürgə ilə qəşəng çırparsan məni. İnanırsan, sümüklərimə qədər sızlayıram. Sizin hamam qeynərdir. Əladır, sümükləri yumuşalar biraz. Yaxşı, çağırarsan gələrəm. Minnətinə bax ha. Nə olub ağa? Xoşuna gəlmir bəlkə məsələn hamamında çimirəm. Xoşuna gəlmir çimmərəm də, lazım da deyil. Ay qız, nə minnət vuracam sənə? Prosto ki, evdə yoldaşımla problemlərim vardı, ona görə keyfim yoxdur. Nə? Yoldaşına qariyerə soxun bu evə. Ay, mən də deyirəm, bunun nə dərdi var? Ay qız, bacın ölməyib ki, iş məndə. Neyniyəcəksən? Az neyniyəcəm? Qoy çimib. Qonşular da eşitdi, qariyerə soxun. Qoy çimib çıxın. Mən çimdiyim o suyu tullama, saxla. Gətir, onun içində fala baxacam sənə. Ya da ki, hamısını yaxşı. Yoldaşımın şəklini gətir, onun dalına qəşəng şirinlik duası yazım sənin üçün. Doğrudan deyirsən? Eləyərsən Qızılgül. Bəs nə? Mən sən bacın, 40 açar duası yazır. Güllə keçirməz yazır. De, uğuruma bax, ölür dərdimlə. Bütün gün düşüb dalımca. Niyə? Çünki şirinlik duası yazmışam, yapışdırmışam ona. Yaxşı, yaxşı, gözlə gedib gətirirəm. Gətir, gətir. Hamısı da əvvəl axır barışıcılar da. Əsodu mən kimi. Qoy şəkili gətirsin. Neçə illərdə həsrətlə gözlərim ki, bunun ərinin üzünü görüm. Ay bacı, nə oldu da ürəyim? Gəldim. Gətirdi. Buyur. Az sərin gül. Qızıl gül. Burada nə edirsən bəs? Şey deyə, Vəfa, gəlmişdim də. Gəldim görüm Sevginin hamamı necədir? Ay, həmişə təmizlikdə. Hələ Evro, remont, sonra? Hə, nə? Hadi. Yeri. Eşidirəm Vəfa. Yox, mən eşidirəm səni. Sən eşidə bilməzsən. Mən deyəcəm, sən eşidəcəksən. Mənim qardaşım sənin üçün nədir? Mənə bax ha. Mənim qardaşım sənin üçün nə iqruşqadır, uşaqdır, barmağında belə sarmısan. Az bir dənə şəkil. Nə problem oldu, hə? Nədir mən başım yandı? Nədir beləydi? Acam. Hər vaxtın xeyr. Salam orada. Çok sağ ol. Nə çapına bax. Bir dəqiqə dayanıq orada. Bir dənə enerjin şey. Nətərdir bu? Dağdağan ağac. Bu möhkəm ağaçdır, yaxşı ağaçdır. Oy, ağaçsan ha. Ağacı qurutdun burada. Sən enerjini çıxdı, əsas otur. Mənə biraz kömək elə, biraz qanqaraçılıq var başına dönüm. Ətraflı danış görək. Ətraflı. Mən lapatkanı götürdüm, dedim mağazanın qabağını bir sərgiyə salım da müdürəmdən. Qoy görsünlər ki, sadə oğlandı, sadəliyindən nəysə də. O yeganə gəldi ki, müəllim, sən lapatkanı işləmə, sağ yaraşmır, qoy mən işləyim. O götürüb lapatkanı, dedim, bura ver, belə lapatkanı belə aldım, mən belə işləm, dedi, yox, lapatkanı ver, belə tartışdırdı, lapatka çıxdı əlimdən. Lang, buna bir dənə belə. Lang, bir dənə belə. Dan, lang, dan, Yavaş. 8-10 dənə. Ay, 8-10 dənə, lapatka bunu... Çap boşu, lapatka saxlayam bura. İndi belə qanqarasına düşüb qırıq-qırıq olubdur. Lapatka qırıq-qırıq. Hayır, lapatka yox, yeganə qırıq-qırıq olubdur. Lapatkanın bir dənə ucu getdi elə bir. Belə qoyunda laqadan bir dənə belə qoydum. Ürəyimdən tikan çıxdı. Belə bir şey. Mənə bir dənə köməli gələ. Ətraflı danış görüm nə səbəb. Mənim evim yuvam dağılır, başqalarına xülasə deyirsən, məni görün ətraflı danış. Ay, qısaca. Yeganəni lapatkaladım, baş getdi lapatkaladım. Bəli, tapbatım, xış-xış eləmişəm. O da şahid eləmək istəyir, o şahid eləsən, mən layıqlı getdim. Başqa dönüm, bir axsaqqallıq elə. Nə lazım, sənə xəxətər hörmətindən çıxacam. Sağır gəlsin, söhbət eləyək. Kim çağırma? Yeganəni. Deyirəm, qırıq-qırıqdır, inillir, iç səs çıxardır, o yeriyə bilir, onu çağırma. Özün gür içəri da, özün gür içəri, axsaqqallıq elə də. Ya, mən ora girə bilmərəm. Məndə mərifət qanacaq var, ağlım özündə getməz. Biraz nisiya mal götürmüşəm. İndi ona görə də ki, binasan başqa yerdən nağdiyə alıb eləyirəm. Utandığımdan girə bilmirəm. Günü mən dediyimə baxa. Sən mağazan müdürü mən deyiləm, sənin borcunu mən siləcəm də, başa düşsən. Salam Mələk, salam. Salam Mələk. Təzə maşındır. Dəymə. Oya, nə arsan, təzə yağılsan maşın, nə ardın? Ulan dalını bunu. Ay, nəyməlat, biraz problem.
Sən gir içəri, onun qolunun qısasının qırığına bir türkə sarı çipsdən satdan bir şeydən qoy, onu həll elə düzelt. Sən borcumu mən silirəm. Bir ayda gəl, nə sən dağı da apar. Ha? Ay narahat olma. Kifsat lazım değil. Ha. Bir dənə qoyun baş ayağa alarsan, düzələr. Hə, işləmişəm, xaş xeyir də, sür-sümət. Pişirib ona yetişdirəcəksən, hə? Ona nə yedirəm, özüm üçün istəyirəm. Sən dağırsan? Yo, yaxşıyam şükür. Bura bax, təzə şalvar alıbsan, can sağlığı. Hə, köhnə də içinə təzə şalvar, köhnədir. Ay, o təzə deyil, sən də indi. Ay, bir dənə o məsələ həll elə başına dönüm. Ya. Nə deyil? Oy. Ümid edirəm təzə şalvar çırıldı. Yaxşı, təzə şalvar çırılsa canım niyə ağrıyır? Ay, yox, ay, nəsə oldu? Oy. Ay, getdik. Sadık, sən getdin. Karpuz kestim bal kimi, dilimledim nar kimi. Başın kurban boyuna, ay Sadık'ım say. Başın kurban, bu mahnını sen uşaq vaxtı elə sevirdin. Radyoda, televizorda səslənən kimi baş. Karpuz yox idi, mahnısına qulaqsın, mahnısını sevirdim. Dədəm bizə karpuz alırdı. Ha, bu nə uşaqlıq idi bizə yaşa. Travma. Kişinin qulağı. Bir qorxurdum ki, ben böyüyüm, bir aşından ölümsün. Ya spor, rəhmətli dansı, ölən dalınca dansı. Neyse, sonra bir soymuşam yandan. Ay Sadık, başın qurban. Bu nedir şalvarı, belə çırallar, bu yoxdur. Əllə də tikmək olmur. Başına bir arada maşın al da, maşına ayaqlı olur, belə çık. Sonra üzürdü. Corab yeri. Ay baş, sen ayağından nasıl verin? Başına dönüm, ne gündür içirir başına dönüm. Narahatım, beynimde bütün gün, her duranım şuraya, başıma nasıl alayım? Bir defa paltar düşüyorum. Ben ne yapayım? Asıl başımı yaşamıyorum ben. Dedim ki vəfadara. Dedim ay vəfadar. Bunun da tapamıram harasını cırıfsan, dağıdıbsan. Biraz paralamışdı. Buradan tükürəm, dayan. Özüm getmiştim. Eşit gör başın nə deyib vəfadara. Dedim vəfadar. Vəfadar yox ha, vəfadar. Bax belə dedim. Dayın, telefon alacaq sənə. Yaxşı demişəm. Çok şey deyirsən, belə deyirsən mən olsun. Sən vəfadarın başını bırax da, dayısı ona bir şeyler alacaq. Sən mənim kişmişlərimə nə demişsən, mənim arvadlarıma nə demişsən. Gəl orada, qop, vəfadardan qop, paltar dükkanından telefon. Nə deyirsən? Nə deyirsən? Bir də iğne ağzına gelir, nə deyirsən? Görüm da bunu. Deyirəm ki, yox, bunu var eləyim, bir dəfə bədənimə girdi. Hə, bir dəfə də fazla girmişdi. Yadında nəsə də oradan qapan kelime. Denən gəlim, nə inədin, nə qadın? Başım tüstüyə. Ver. Getdim. İkisini də çağırdım. Sənin qatan qalım, ay başım, çok Bak, ölürüm. İkisi də yanaşı dayanıb. İkisini yeni vaxt çağırdı. Eyni vaxt çağırdım. Elə duyğunu çağırdım, yaxınlaşdım yanına, dartdım onu. Nə təyirlər, Ateşte yoktu. Bir de ateşte yoktu bir dayanla. Yoxdur, başınam da nə olacaq ki? Ne vardın ha, duyğun çağırdı, atan ne yapsın, neyin adın? Heç nə. Dedim Allah, bu da sənin şəklin. Hala. Duyğun şəklini özünə verdin. Verdim özünə. Sonra dedim, sarı pişik. Yavaş koparttık, ay başı sapık tarif ile özün sürürsen para alıyorsan ay başı. Dedim, sarı. Sarı de bir sarı ola. Onun da şəklini beləcənə ver, yox. Onun şəklini elə koltuğun altına verdim, çıxdı gitti. Başa həll elədi. Qaradan şəkil aldın, sarıya verdin, sarıdan şəkil aldın, qarıya verdin. Qarıya verdim. Şerifsən ay başı. Ay başı, ortada biraz şüphə var idi. Şəkillər səhv düşmüşdü. Mən altından bir tər çıxaşır. Sən niyə bunlar ikisini bir yerə çağırıb, onu şəkili bura faklaşdırırsan ki, mənim niyə yuvamı dağıdırsan? Fazilin yuvası dağılsın. Fazilin yuvası yataqsın, ben yuvanın da içində mən var, başım var. Başı bu qulda durar, heç də olmaz, Fazilin yuvası dağılacaq. Antdan deyirəm, bir yanımda. Başı harada durar? Sən çıx çölə. Bir də çıx çölə, ərimi dəyişim, bilirəm bu yuvanı nətə dağıdasam. Şalvarımı ver. Yanımdaki. Haçarım, şalvarımı ver. Yox, yanımdaki. Ha, sən yanında, onda hadi al tut.
Əcəl tuşa varmadı. Bacı səni Əcəl belə çimizdirirdi. tut. Əcəl belə Bacı tut. səni yatızdırırdı. Bacı səni... Ədyalı tut! Tuttum da tuttum. Pərdə açılmayıb bu evdə. Bacı baxmır sənə. Ay Sadiq, telefon alasan. Hətta yalnız telefon var. Çıx çələ, xahiş edirəm, çıx çələ. Telefon eləsən. Bir də soydum Ay sizdən. Sadiq. Bir də soydum. Sadiq, Xahiş edirəm, çıx çələ, soymuşam səndən. Hay oğul, ay Kamran! Ata, futbol oynayaq. Ha, sahil dəfə demişəm ki, get kitab oxuda, bütün günü futbol oynasan. Ay, belə oxu, savadlı ol, böyüyədə pulu qazandıra, bu qədər futbol oynayarlar. Ta bilirsən nə qədər futbolçular qazanır? Nə qədər? Ronaldo təkdə milyarderdir. Ay, Ronaldo'nun başını bıraxıb, bizimkilər az yalan. Bizimkilər də 50-100 min qazanırlar da, haradasa. 50-100 min nədir? Hə. Ayda? 50-100 min. Hə. 50-100 min mana. Vallahi. Bu yalan. Sən atana qulaq asın, atan biraz beysavad adamdır. Ona görə şey eləməsən, kitab oxumağın başını bırax, onsa genimizdə oxuyanım. Sən futbol üstünə düş başına oynayalım, sən ötək verim. Bir də burada oynama, qonşu çıxar, görər, ata, oğul. Ben dedim, onların qəlbini qırma. Git öz həyatınızdan boşluğa dönüm. Gol vuracaq. Avtogol niyə vurur ha? Elə də vuracaq bu şey. Bu fotosesiya hardan çıxdı şeytana lənət, hardan mənim qəlbimə sığdı. Bu şeytanda o qədər təmiz adam var ki, yolda düz gedən adam var ki, ədalətlə. Ged onları yolunu azdır. Mən onsuz yolumu azmış adamam, biz kollegaq, nə istəyirəm məndən? Gedim biləm nə deyəcəm. Sarı kişmiş. Hadi yaxşı da zarımadı. Bacılar, beynim dağılır. Ay müəllim, ay uğurçu, ay müəllim uğurçu. Yox, polis edin. Polis edin, burada bir nəfər hörmətli şəxsi döyüb. Qırıq eləyib atıblar, bacılar. Hə, yaxşı da, yaxşı. Nə olub, sən də bu niyə şişirdirsən, mən başa düşə bilmirəm. Ay, şişirdirsən, ay uğurçu. Mənə deyirlər, söyüş eşitsən, səsin var. Sən özün gelib şikayət edərdin. Söş deyəndə nə deyib, nə deyib ki sən? Dağılır beynim, ay bacılar. Nə deyib? Ay, deyəmirəm, nə deyəmirəm. Ay, saçsa qulağıma denən gün. Qol. Nə dedi ki? Bax, belə də dedi. Ay, dedi də, dedi eləmədi ki. Nədən eləmədi? Mənim də az yaşım yoxdur. Mən də çox sözlər eşitmişəm. Elə şeylərə fikir verməyə. Sən mənə denən görüm, biz ətraflı bir əvvəldən başa salın görüm, nə üst olub, Beynim dağılır, qoy sakitləşsin deyəcəm. Ay, de. Ay, beynim, bacılar. Biri qardaşa, biri qıza lazım olur, bacılar. Ay Emre, bu nə sifət almışsa, ay başına dönüm. Heç olmasa, əgər belədirsə, bir-birimizin adlarına hörmət eləyək, bir-birimizin adlarına görə biraz diqqət göstərək. Də başım ağrıdırsa, adın nə dəxli var bura? Adın ona görə dəxli. Bax, sənin adın nədir? Sevgi. İndiyə kimi sənin sevginə mən şübhə eləmişəm. Düzün denən. Eləyənməz sən də. Sən də mənim adıma şübhə eləmə. Mənim adım Sadiqdir də. Mənim Sadiqliyimə nə şübhə eləyirsən? Mənə güvən, mənə inan. Görəsən niyə? Ata, nənəm sənə dartmaq istəyir. Sən gəlmişsən nənənə. Neyniyim, yaşlı arvadı da evdə ürəyi sıxılır. Bir nənə də bu deyil. Alo? Can anam. Anam dünyasını dəyişir. Mən ana deyəndə sağa deyirəm. Hara getdin, çıxdın sən? Mən 200-lüyəm. Bəli, mənim 200-üm var. Həm mülayim üzüm var, həm sərt üzüm var. Sərt alıb verməyəcəm. Payın artıq olsun. Mən pəhrizdəyim. Özən elə şeylə paket elə özün. Əzizlərindir. Oldu, əlaqə saxlayacam. Çox belə pərdən açır bu arvad məndən. Nə də, elə bir biraz rəngin qızardı, pörtdük nəsə. Yox, mənim əgər rəngim qızarsa, deməli hələ utanıram. Mən abırlı adamam ki, rəngim qızar. Amma sən buradan bura mənə şübhə edirsən. Yaxşı, bu qədər sözlər dedim, inanmadın da. Sən fakt istəyirsən də, düzdür? Faktla hər şeyi sübut eləyir. Hə. Belə sözlə deyirəm, mənə inanmırsan? Yox, inanmıram. Mən gözümlə gördüyümə inanıram. Yox, sənə dediyimə inanıram. Hansına inanım mən? İnanmırsan? Mən bu adama inanmırsan? Yox. Prince Studio! Prince Studio nədir? Prince Studio verilir şu an. Nəysə, onun başını bırak. Qardaş, bir daha bu evə də gəl. Bir dənə bu evə gəl nədir? Bir dənə bu evə gəl dedim. Dəli deməmişəm. Bir dənə buyur.
Bu fotoğraftık, o her şey olduğu gibi danışın. Danış kardeş, ne olar. Xanım, mən bayaq da dedim Obsevdə. İndi yenə deyərəm. Hansı evdə dedi bu? Ha, bayaq da dedim, Obsevdə dedim. Sen ağzına gelenden başın gedib kardeş. Fotoğrafta biraz sen ilk defa dindi deyirsən. Buyur, nə sözün var denən, buyur. Buyur. O şəkillər montajdır. Əsl şəkillər bunlardır. Bak. Aynısı da mı? Bunlar niye böyle pis çıkmıyor? Ya eyvallah. Da. Bak. Bak kızım. Bunun adı nedir? Bu kızın adı neydi o çıraçeşin adı? Sarıbaş. Sarıbaşın hakiki eridir. Bak modeldir. İmkan verirsən baxaram da. Bu mən. Buna da bak buna. Bu nedir? Ben özümden ifalanıram böyle. Onu koy bu model koy benden ya. Şey lazım. Sen ama inanıp yuvamızı dağıdırsan. Baxan kim bilinir ki, bu mənim ifritə baldızım nəlişidir. Hamısı vəfa eləyir. Hə xanım, o çox ifritə ara vuran, yaramaz xanım. Dayan, benim bacım da ki, bu da vurduğumu doğru yumruq. Bağışlayın, mən bayaq da dedim, özünü sayın. Bayaq nədir? Haçan deyib? Bayaq nədir? Bayaq da bacıma nəsə deyirsən. Sen xirətli ol buradan. Get, mən sən pulunu vermirəm. Narim, bacımdır da, indi belə eləyir, ailəmizi dağıdır. Amma sənə ant verirəm. İmkan ver, təmkinli ol, qoy bacım, bu ailəni dağıtsın. Baldız ki, baldızlıqdan qalmır da. Sadiq, gəl bura. Gəlmə. Gəl bura. Gəlmə. Həyatım, gəl bura. Mənə bax, sən Allah bağışlayıb, bütün gündə sənin də ağzından çıxan demədiyim söz qalmır. Mən altı içsəm, sən maydanmırsan. Neyini o arı qarışına bacın eləyir də hamısında. Mən nə Xahiş edirəm, bacımı işlədim. İmkan ver, bacım bu ailəni dağıtsın. Xahiş edirəm. Dəymə ona, o istəyir bu ailəni dağıtsın. Qoy dağıtsın, arzusuna çatsın. Nə qədər ki, mən duygusağam. Mən heç vaxt onu qoymaram ki, mənim ailəmi dağıtsın. Gör onu mən başını oynatıram. Sadiq, sən elə tələsmə, ara tələsirsən. Burada olar, nəysə sonra halal olsun, halal olsun. Amma bax da, sən nə bilsən elə. Mənə inansan. Əlbəttə sənə inanıram həyatım. Sən mənim ürəyim sənə. Bundan sonra nə desən sənə inanacağam, mən inanacağam. Qardaş, başımın tacı qardaşı, qardaş. Beynim dağılır qardaşı. Hə, yaxşı da, konserti bağla da. İndi olan şeydir də, indi dost arasında zarafat olur da. Ha, yox, ki, belə zarafat olur. Belə zarafat olur. Ay, niyə olmur ki? O vaxtı babam danışırdı ki, bu Beyrəklə möhkəm dost idilər. Özlə ikisi də eyni qızı istəyirdilər. Gəlib Beyrəklə söhbət eləyib, deyib ki, qıza görə dalaşası deyilik, dostluğu pozası deyilik. Nəysə, çıxıb gedibdi Qıpçaq Məliklə yeyib içməyə. Deyir, ondan sonra 20 il Beyrəyi görmədim. Beyrəyi görməyib, 20 ildən sonra Beyrək qayıdıbdı. Qayıdıb, üz istəyib. İmanımı yandıra bilmərəm o barədə. Deməli, bu Beyrəyin bir dənə şit xəsiyyəti var idi, bir şit zarafatlar eləyirmiş. Babam onu görməsin deyən girib qamışdığa. Beyrək eləmə tənbəllik dostlarından qamışdığı yandır. Qamışdıqda yananda babam elə gözəməyib, özülə çıxıb çölə, bir də baxıb gör ki, üzüyü yoxdur. Üzüyü yoxdur, başlayıb üzüyü axtarmağa, o hardadır, Beyrək də pis olubdur, şit zarafatına görə. İndi qılıncı tutub babamın üstünə deyirək, bəlkə oradadır, bəlkə oradadır, bəlkə buradadır. Nəysə, xülasə, üzük tapılmadı. Yəni, o olur da, indi şit zarafat hamıda olur, həmişə olur. Olub da, indi zarafat edib də, babam ürəyi yumuşaq adamdır. Bütün bu söhbətdən hamısını keçir, sən də keç. Sənin baban çox böyük adam olub. Hadi, sən də böyüklük elə, sən də böyüklük elə. Bağla bu söhbəti. Sənə görə bağladım bu dəfə. Laf yaxşı, bura bax. Burada şampun zat hardadır? Geyib götürəcəm, onu yazarsan şeyə, Sadiqin ayağına, özü bilir. Buradan belə get. Uzatmayaq. Xülasə. Beynim dağıldı. Vəfa, sən kimsən ki, gəlib mənim ailə işimə qarışırsan? Elə mənim də. Sən de, mən də deyim. Heç yaxşı olmadı. Nə sözünüz varsa deyin, bu birincisi. İkincisi də ki, gəlib hər dəfə səsin tonunu niyə qaldırırsan ki?
Üçüncüsü də ki, öz ailən var, get öz ailənlə maraqlan. Duyğu, dördüncü varsa dördüncünü də gətir. Dördüncüsü də ki, canım baldızım, həyat bumerang deyə axır əvvəl atdığın daş elə gəlib özünə dəyəcək. Sevgi, nəsə varsa birini də sən də, beşincini də gətir. Beşinci, nə deyim? Hə, bundan sonra mənim adımı tutma Vəfa. 6 var. Yox, yoxdur, hara tələsirsən? Altıncısı da odur ki, bir də səni gözüm də görməsin. Hələ səni. Ha, nə olar? Hezdi, dayı bunun əlindən. Ağzına sağlıq. Duyğu bacı, mən baxdım şəkillərdə sənin ərin çox yaraşıqlıydı. Ha, çox yaraşırdınız maşallah. Maşallah, maşallah. Göz dəyməsin. Elə sənin yoldaşın da yaraşıqlıdır ya. Hə, yaraşırsınız. Xoşbəxt onların. Sağ ol canım, sən də sağ ol. Sadık! Sadık! Ay Sadık! Bacı, buradayım. Ne oldu sana? Ne oldu? Hallolacağım bak. Evim yıkıldı. Yuvam dağıttın bacı. Ne oldu? Ne oldu sana? Sənə görə sustum. Ha. Bacını hələ belə təhqir eləyən olmamışdı Sadık ama bacı ömrünü gününü çürüdür səni. Gəl. Lazım deyil. Sənin o arvadların var ha. Ağzına gələni mənə dedi. Sarım var ha sarı. Mənə 3 dənə elə söz dedi Ha, ki. 3 tane. Tamam, ben çatı da şey görmüşsün. 3 tane. 1, 2, 3. Al. Sarı. Yok tabii. Hələ qara gör mənə 3 nədir? Bəlkə də 5 olub. Yok ben kaç yerim. Burada şey değil. Telefon 3 tane. 1, 2, 3. Al. 3 tane de kara. Yo, dəqiq yadımdadır. Sənin o qara mənə 4 dənə dedi. 4 tane al. 4 dənə. Yok tabii. Çek. Bilirsən o sakit sarın nədir? O mənim qulağıma. Dedi. Çatı başa düştüm. Ay başka dönüm. 1, 2. Al. Şu. Nə? Düz elədi. Ha 1, 2, 3, 4. Al. 900. 400 de bu. 500 de 400. Al. 9 almam vardı. 9'da 10'da 11'de. 1300. De telefonu arsa da oğlu telefonu halleder. Başı kadın al da burada şeyle bir iki kadın al. Şu halloldu. Çok sağ ol, teşekkür ederim. Bana göre böyle ağır sözler Gel öpüşe, Bacı qırban. Öpsün bacı. Ay Fasil, görürüm Fasil. Bir eşit görsən deyirəm Fasil. Deyirəm işimi görüm, bitirim. Vəfadarım üçün darıxmışam, maması ölsün qabağında. Bir yığaq onu görüntülü danışaq. Ha, telefon. Yox, qonşun telefonu ilə danışacağım. Telefon məsələsini həll eləmişəm. Qardaşım ölməyib, qardaşım ölməyib. Nə yaxşı. Mən də dərd götürüb ki, bu təzə telefon məsələsini nətər həll eləyəcəm. Dərdlə çəkənsən axı. Eviniz şən olsun. Həmişə belə mehriban olasınız. Sağ ol Uğur kişi. Feni düzəldə bildin? Ay Uğur kişi, sən Fazili elə belə usta bilirsən. Hazır da apara bilərsən. Çox sağ ol. Ay Vəfa. Yaxşı fendi. Sənə deyirəm ki, hamamdan çıxanda suyu bağlada şırxaşır axıb gedirik. Mən su açmamışam ki. Sən burada, mən burada, uşaq Türkiyədə. Və hamamdakı kimdir? Ay Vəfa bacı! Mətbəxdəki suyu bağladı, hamamın suyu buz kimi oldu ya. Az heyva gül. Qızılgül! Az sən... Gəlib indi bizim hamamda çimir. Buna bax. Şeydir. O saçını qurlamamış, avamdan çıxa bilmir. Bir dənə bu feni verim, qurlasın, çıxır gedirik. Fasil, evə bir dənə çöp gətir. Hə, Uğur sənsən. Bir dənə çöp gətirmirsən. Məni hopdum gəlib aparsalar sənin xəbərin olar.
Hadi bu feni düzəməlli düzəltdən arvadı nə günə qoydu. Ayğur kişi, fen gül kimi işləyir deyə sən niyə əl vurursan? Ha, sənə bayaq demişdim ki, yat kişi olan evdə çinmə də. Ay, yaşlı topuğundan çıxdı. Ölmüşdü. Balalarımın toyunda en hava. Suyu da açıq qoydular. Yox, gözləyərdim, mən qaçardım. Toyun mübarək Sadiq. O bir sevmir. O bir şey nədir? Sən beynin gedib qardaşım istəməliydin. Qarpızı kəsdim bana. Qarpız yox idi, ona görə sevirdim də, manısını sevirdim. Sən gəl orada, qop, vəfadardan qop, paltar tikəndən telefon. Nə deyirsən? Ya başın çimizdirirdi səni, nə oldu? İndi nə oldu başından? Hadi yaşlı kapardan. Eşit. Tumbuşkanı açacağım, boğacağım tumbuşkuya, bacıma görə. Yoxsa o diplomla şov göstərər. Hayatı. Garip atam, sen yoksun yanımda. Bir tane söz yapsan ne olur? Kısa söz. Kime sen yanım, şeri şeri leyli var şurada. Atam. Patronun və Bizonun baş sponsorluğu ilə İki Qapı Arasında serialı başa çatdı.